Azərbaycan da müxtəlif ekoloji çağırışlar və iqlimlə bağlı təhlükələrlə üzləşib. Şəhərlərdə iqlim təhlükələri və fəlakətlərə qarşı daha güclü və dayanıqlı infrastrukturun qurulması iqlim dayanıqlığı üçün həyati əhəmiyyət daşıyır və bu erkən xəbərdarlıq sistemləri vasitəsilə mümkündür. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Mayra Tağıyeva VUFON çərçivəsində keçirilən erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər mövzusunda təşkil olunan tədbirdə deyib. Onun sözlərinə görə iqlim təhlükələri ilə bağlı vaxtında etibarlı və əlçatan erkən xəbərdarlıqlar insan itkilərini və infrastruktura dəyən zərərləri əhəmiyyətli dərəcədə azalda ekoloji fəlakətlərin qarşısını ala bilər. O, həmçinin Azərbaycan Milli Monitorinq Sisteminin modelləşdirilməsində ciddi investisiyalar yatırıldığına diqqəti cəlb edib. Son 5 il ərzində həmin sistemlərin 73% artıq avtomatlaşdırılıb və müasir texnologiyalarla təchiz edilib. Lakin bu, erkən xəbərdarlıq sisteminin yalnız ilk mərhələsidir. Qarşıda nail olmalı bir sıra digər hədəflər də mövcuddur. Biz erkən xəbərdarlıq sistemlərinin modernləşdirilməsini tamamlamağı planlaşdırırıq. Bu isə təsir əsaslı proqnozlaşdırmanı və sektorlar üzrə iqlim təhlillərini təmin etmək məqsədi ilə yerli rəqəmsal hava proqnozlaşdırma sistemlərini özündə birləşdirən müasir proqnozlaşdırma və yoxlama sistemini tələb edir. Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin yaradılması sahəsində aidiyyatı qurumlar bir sıra təlim, seminarlar keçirir, müzakirələr aparır. Digər ölkələr kimi Azərbaycanda da iqlim dəyişikliklərindən irəli gələn əlverişsiz təbiət hadisələri, ekstremal istilik dalğaları, quraqlıq, meşə yanğınları, torpaq sürüşmələri ictimai sağlamlığa ciddi ziyan vurur. İnfrastruktur obyektlərinin normal fəaliyyətinə insanlara neqativ təsir göstərir. Bu baxımdan iqlim dəyişikliklərinin təsirinə qarşı mübarizə tədbirləri əhali və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən fəaliyyətin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Fövqəladə Hallar Nazirliyi geniş miqyaslı erkən xəbərdarlıq sistemlərinin formalaşdırılması ilə bağlı təşəbbüs dəstəkləyir, qurumlar arası əməkdaşlıqlar öz tövsiyəni verməyə hazırdır. Erkən xəbərdarlıq mexanizmləri sadəcə təhlükə barədə məlumatlandırma vasitəsi deyil. Bu, risklərin əvvəlcədən proqnozlaşdırılması, düzgün idarə etmə qərarlarının qəbulu, təbii resursların qorunması və ümumi məhsuldarlığın təminatıdır. Bu xüsusda dəqiq aqrometeoroloji proqnozların elektron kənd təsərrüfatı informasiya sisteminə inteqrasiyası mühüm strateji addımdır. Aqrometeoroloji datanın həmin sistem vasitəsilə istehsalçılara operativ şəkildə ötürülməsi təsərrüfat fəaliyyətinin idarə olunması yeni keyfiyyət mərhələsi yaradır. Həmin sistem vasitəsilə fermerlər aqrotexniki prosesləri elmi əsaslarla planlaşdırmaq, şaxta, quraqlıq, dolu və digər iqlim risklərinə qarşı qabaqlayıcı tədbirlər görmək, bitki və heyvan mənşəli məhsulları potensial təhlükələrdən effektiv qorumaq, təsərrüfat planlamasını iqlimə uyğunlaşdırma imkanı və s. əldə edirlər. Nəticədə məhsul itkisi minimuma endirilir, aqrar sahədə maliyyə dayanıqlığı artır və ölkənin ərzaq balansının sabitliyi gücləndirilir. Tədbirdə erkən xəbərdarlıq sisteminin təkcə texnologiya ilə deyil, həm də idarə etmə ilə bağlı olduğu diqqətə çatdırıldı. Çünki bu sistemə yalnız texnologiya kifayət etmir. Həm siyasi iradə, həm də insan yönümlü idarə etmə vacibdir.